Salam dostlar, bugün sizlərlə ilk kart satışı videomuzdur. Burada belə kartlar var. Belə Ronaldo, bu 50 qəpik. Bu da 50 qəpik. Bu da 50 qəpik. Bu da 50 qəpik. Bu Messi'dir. Bu da 50 qəpik. Elə bu da 50 qəpik. Post renkləri fərqlidir. Bunlar 50 qəpikdir. Bu 1 manat, bu 20 qəpiklik kartlardır. Edu Martinez, De Bruyne, sonra Rodrigo, Harry Kane, bir de Harry Kane'in başka rengi. Bunlar ise 10 qəpiklik kartlardır. Bir dəqiqə. Bunlar ise 10 qəpiklik kartlardır. 1, 2, Navas, Alfonso Davies, Navas, Laporte, Milinkovic Savic, N'Golo Kante, Gabriel Jesus, De Bruyne'nin başka forması, Bono, sonra Richarlison, Marquinhos, sonra N'Golo Kante, yani belə Rabiot, belə futbolcular. Baxın, bunlar hamısı 3 manat eləyir, tək-tək 50 qəpik. Bunlar isə tək-tək 10 qəpik, bütövlükdə 2 manat. Bunlar biri 20 qəpik, bütövlükdə 1 manat. Bunu açsam çox gec yığışdırma olacaq. Bu ikisini alırsınızsa, içində 100 dənə kart var, 5 manat. Eğer başka alırsınız, tek alırsınızsa, içinden tek alırsınızsa, deməli baxın, bir dənəsini alırsınızsa, tutaq ki 5 qəpik. Eğer bunun içində 60 dənədir, bu 3 manat eləyir 5 qəpikdən. Bunun içində 40 dənədir, bu da 2 manat eləyir. Və bunların birlikdə alsanız 5 manat. Bunları 10 qəpiklikləri alsanız 2 manat, 20 qəpiklikləri alsanız 1 manat. Bunlar da 50 qəpik. Deməli, bunlar 50 qəpik, bunlar 10 qəpik, bunlar 20 qəpik, bunlar isə 5 qəpikdən başlayır. Yalnız bu hardan gəlib ala bilərsiniz. Deməli, Süleyman Sani Axundov küçəsi 187 küçəsindən, Süleyman Sani Axundov 187 küçəsindən. Mən indi nömrə qeyd edəcəm, amma xahiş edirik dərs vaxtları zəng eləmək olmaz.